Herkese salam. Necəsiz uşaqlar, nə var nə yox. Deməli, bugün nənəmin evindən sizi qarşılayıram. Heç çox uzaq bildim, biraz yaxına gəl. Dayı səsim xalamdır. Dünəndən buradayıq. Tacir dedi ki, mən bugün Tacir Dubaydan gəlir. O bir dənə izləyicim var, yazıb bir, ay Allah, bu nə qədər deyirəm Dubayda. Az Dubaydan ağayım, oradadır ki deyirəm də, keyfindən deyirəm. Nəysə. Tacir dedi ki, get nənəgildə qal. Mən çünki şəhərdə məclisdəyəm, gəlib məni qarşılamadı. Çünki uşaqla zaten gəlib qarşılaya bilməzdim. Dedi, get nənəgildə qal. Mən orada məclisdən çıxıb gəlib səni götürəcəm. Yəni atamızı hələ görməmişik. Bugündən 3 gündür ki, onu görmürük. Dünəndən Tacir. Bugüncə 4 gündür. İnşallah birazdan görəcəksiniz. Bəli, birazdan gələcək. İndi isə mən silkələnmək istəyirəm. Alisa xanım imkan versə, qoş bunu yetir. Gözlə qoşaram. Gözlə. Burada hazını basmalıyam. Batarasın biri yoxdur. Məzələnsən nənə? Yox, qoşdun o şey. Nədən qoşdum? Batarya qızım biri yoxdur. Matoşara qoymuşsan batarya. Nənəm də salamla izləyicilərimi. Nur üzlü nənəm, Nur Camalı nənəm. Matoş. Matoş deyə. Herkese salam verin. Herkese salamlar. Nənə üzründən düşmədi də, Niço? Düşsün də, düş göster. Yo, nədir? Odaklanmadım nənəyə. Ne hiç normal. Gözde Matoş. Üzüm odaklamısan, et üzüm pürüzsüz Yes, düşür, yes, geçen düşür. yes. Anadolu bizi yaradığında geçen düşmesi sen ağlayacağım. O videoyu səhətədən çəkdirəcəm. Bu yemek kim gelirse arkadaşlar bu şeyin üstüne çıxır da, bu sirkələnmənin üstüne. Öz adam diyen qaşınırma, neye basın modeni? Yox. Bir de en güclü kola koyarsan eski sirkələnməyərəm burada. Get On göstərim. off. Get göstərim. Evet. Tokdan çıxdı deyəsən Matoş. Ay, üzündən də buradan çıxdı. Çıxmayıb Matoş. Tokdan çıxıb işığı yanmır. İşığı yanmalıdır. Çıxmayıb bax yeter. Yukarı tarafta. Biraz arkaya tarafta. Matoş. Saxlayın bunu. Yox. Get mən tutmuşam öz üzümü. Üzüm pürüzsüz düşür nənə. Yoxsa bu yalandan çəkir. Yox, çəkirdim sənə. İndi çəkir də lazımdır mənə. Qoş Matoş. Xəyalən göstərəmirəm çünki hicablıdır arkadaşlar. Peki o çıkıp da onlar ha? Çıxmayıb da. Çıxıb Matoş ba. Peki xarab olub ali çıxıb. Hə, все. Ala. Boşum, смотри sуда. Hə. Bir də uşaqlar Nəcələ. deyim xalam bu aparatı satır. Satmıram Matoş. Matoşum o. On off basırsan, yox, aşağı tutursan. 1 minut, hə. Sonra 1 minut. Şey, Timi. yox, Hə. ay balam deyən. Time. Все, getdik. Bir də ən güclü xoda qoy görüm fırana bilirəm. Ən güclüyə qoy yeti. Ən güclüsü budur. Suda смотри. Ən güclüsü budur. Yox, Hə. 120. Qoy da 120-yə. Qoydum da gedir uje. Yo, Ali sən yo. Yo, Ali sən yo. Çox sirkələnir. Yeti aza qoy. Şuam çıxır üstünə. Ay da yetər sirkəliyir yeti. Sen. Bunu verim sənə. Sənə verim. Bir dənə verim. Al. Matoş bura bax. Gözlər. Ağzından çıxım. Anan qurban beyni sirkələnər. Anan qurban boyuna, ellər gəlsin az boyuna. Hadi birə qoyardım da bunu, bu da sirkələnir axıra. Birə qoyam. Hə. İndi atamız gəlir, nəysə uşaqlar. Atamız gəlir. Bir yerdə dayan. Hı. Hə, al qucağıma. Səndən YouTuber olmaz yeti. Onu bir dəfə odaqlayırsan, işte dəqiqə başı belə barmaqlamırsan yeti şeyi. Yaxşı. Все. Al qucağıma. İndi arxaya getiriyorum özü çıxacaq yeti. Çıxır da. Gəl özün dur, yaxşı gəl. Dur. Ay, seni qurban ölüm, ne resmi çəkim. Çox şey eləmə. Anan qurban boyuna. Eller gəlsin toyuna. Yıxıla. Beşdir, hə? Hə, çox şey eləmə. Xarab oldu aşkım. Xarab oldu. Ne olmuşdu? Özür gəlir. Düş gəl bura qızım, sənə ehtiyac yoxdur. Selülitlər vərdiyyə. O senin təldir, hə yeti. Şiş azaldır. Kimdir Ali? Gelirim. Oy oy. Aycan. Kimdir Ali? Gel atan gücüyle. Hadi hello. Kurban olum senin varlığına be. Tatsuskasını itirib canım. Aycan. Gideyim bize. Sağ ol ile gide. Allah bak bana bak. Aferin. Ay
İndi tam maç elə. Gözlə qapıyı bağlaymış. Eləmədin, maç eləmədin. Onda mən maç eləyim. Hazır küsməyinə var. Mən maç eləyim Alicia. Oy. Alice. Ayrıca özləməmişdin atanı. Ki evimize geldik. Taci bize hediyeler alıp Bu getirdi. sənin. Bir de onun videona bakın. Koy ben açma hediyemi sonra bana tut. Nerede Onu ki bu- göstərmişəm mən usta. Ha? Onu göstərmişəm mən. Nasıl ben görmemişim ki. Bak. Aa arkadaşlar. Onlar heç onları Böyle takılırdı ha? Hə. Bəs tüküm arasına takılır. Onu taxaram, başa salacağam sənə. Böyle takılır. Və bu nedir bu uzun? O telefona taxılır. Ha, anladım. Hayırlı olsun. Bundan sonra sesimiz daha yükseklerden gelecek uşaklar. Daha keyfiyyətli. Daha keyfiyetli gelecek ve daha yüksek. Telefonu daha belə tutmağımıza ehtiyac yoxdur uşaqlar. Ay can. O sən. Bir röntgen göstereyim. Sanki burada dana kurban. Gel. Gel basma. Burada nə var? Gel burada nə var? Nerede o kızım? Ya buna bak. Ay Allah, burada nə var belə? Bıçaq gətirdim mən. Açabilirsen. Onu neyle bağlattırmışsan? Atayım aslında. Nedir ki o? Elin şans ne değil. Bir de bunun birine bakın siz alın. Çobanlar oluşuyor. Kızım hem yıkıldı hem çoban. Yaratmanın. Bilmem. Ay Allah. Bir dənə bıçaq gətirdim orada. Açın ben ise getireyim. Açdım. Gözüne girer hayatım. Nedir ki o? Alisa Güzel. Üstünde Alisa Güzel yazılıb. Özün yazdırmışsan. Qumdan. Ne güzel nedir? Qumdan hazırlayıb. Hey, uy. Saldım yere. Bu dağılmır indi bu. Aa ne maraqlı şeydir. İndi düzəliş videosunu falan çəkmişdim də. Həqiqi, gözünə girer. Şokoladların. Neçədən almışsan? Bunu almışam uşağa özüm üçün. Həm özümüzə, həm də xalaya zədə verməyə. Buradakilərə falan. Al. Ver. Ne kadar almışsan? Ha, bunlardan da. Все. Heç kimə vermirik. Hamısını özümüz yerik. İşte bir dənə adama da vermirik. Orada ne var? Arkadaşlar Taci mən bir dənə diş alıb ama onu göstərmirəm. Ona göre videonu saxladım. Teşekkür ederim. Ben 2 dənə. Başqa almamışsan? Yox. Neden acaba? Əslində. Все. Ay Allah dördü qabağına şokoladlar. Çox gözəldir. Geçendik elə onun qabağına. Gəl yığaq ana qurban. Yığaq ömrüm qoyaq bunları xaldiyinə. Hər gün birini açıb yeyərik. Yaxşı. Ay Allah Taci götürə bilmədim. Onu da qoy bunun üstünə mətə. Hay can. Gəl biz də sumkalarımızı boşaldaq ömrüm günüm. Gəl. Buraya yapışacaq. Hadi yapışqa. Gəl buna bax, gör nə var burada. Göstərmə, yaxşı eləyir. Sonra göstərməklə. Bir də uşaq Taci belə bir dənə xaldiyinə yapışdırmaq. Bunu şeydən aldım, Dubayda, Duty-Free'dən. Peki. Hmm. Geçen şeydi. Dubai. Habibi, come to Dubai. Uy uy ala senindir. Biraz oyna yatıştırırım seni. Şekilde su kavanozu boşaldık. Ala hayalen götür. Xəyliyə bax. Nene sağ olsun. Əziyyətə vermədin. Yəni Ali çay geçen süt pişirdi. Sonra bir de süt pişirmeyeceğim. Bunu elə qoyaq. Yavaş-yavaş əli qalır. Ona elə bilir o yapışandır, ona bax. Hə, o görə baxma oraya yapışdırmışam. Bir dənə səsi, Nə alıb? Xaləri balama yoğurt. Aynen. Hə. bir dənə səsi kontrol eləyək. Hə, eləyək. Mikrofonu. Danışa bilərəm. Arkadaşlar mikrofonumuz hayırlı olsun Allah zəhmət olmasa. İnşallah Allah bize imkan yetirsin. Tez bir zamanda da çok geçen bir kamera var. Bu telefondan canımız qutarar. İnşallah tez bir zamanda. Səsim indi sizə necə gəlir bilmirəm amma normal olaraq danışa bilərəm. Dubayda bir dənə vlog çəkmişəm. Evet. Biz Deməli, ikimiz bu- orada getdiyimiz vlogda maraqlı vlog. Yəni tək getmişəm maraqlıdır, hə. Daha çox yerlər çəkmişəm də o mənada deyirəm. Kamera bağlayacağım mən sən deyərəm. Sən o mənada. Neyse arkadaşlar. O zaman ben size olmaz. Olmaz ana kurban. Ben size 2 gün dalbada bu uşaq mənim uşağım değil.
Mən bunu qəbullanıram. Sən orada danış gözəl. Yenə də sənin səsini aydın götürür var. Həqiqi. Danış orada. Evet arkadaşlar. Eşitirsiniz sesimi. Bizimle. Deməli evimizi o qədər geçən təmizləyib getmişdik Tacir. Allah nərəndən xəyələrin canını sağ eləsin. Valla ikisi də. Biri şkaflarımın içini, biri altını, biri üstünü. Otağı dəyişmişsən. Hə, zor eləmişəm otağı, hə, qəşəng olub elənçinə. Pəncərəni də rahat açmaq olur. Yəni evdə bir dənə işim yoxdur da. Bir də indi bugün gəldiyimiz paltarlarımız var. Всё. Onları yuyub sərəcəm. Всё. Başqa işim yoxdur arkadaşlar. Sonra Alisa xanım kutka gedib Təranə gilə. Təranə gilə gedirsən Alisa? Həqiqi. Apar qoy da yerinə ana qurban. Bugünkü vlogumuz bir balaca kısadır çünkü nənəgilə gitmiştim. Orada da Alisa bilirsiniz ki biraz narahat idi. Çox video çəkə bilməmişdim. Həm də başımız qarışıq idi. Deməli bir dənə dünənki videomun altından yorumda yazmışsınız ki uşaqlar evindəki uşaq əvvəlki kimi gözəllə pozitiv değildi, yaxşı değildi. Əslində düz deyirsiniz. Həmin Turalı deyirlər Tacir. Böyük yox ha, balaca qara oğlan var o. Deməli bir dənə Allah bəlasını versin, kimdisə tanımırıq, biz bilmirik, Allah'a bilir. Bir nəfər uşaqlar, həmin o uşaqlarla olan videomu TikTokda yaymışdı. Üstünə də əxlaqsız sözlər yazmışdı və bu uşaqlar evi tərəfindən mənə bir xəbərdarlıq gəldi ki, bəs belə bir xəbər paylaşılıb. Mən də dedim ki, mənlik bir durum yoxdur da, yəni kimdisə düşməndir. Məncə izləyici deyil. Çünki izləyici heç vaxt elə tərbiyəsizlik eləməzlər. Uşaqdır. Yəni onlar anasız atasız uşaqlardılar da. Onlara izləyici niyə zərər versin ki? Onların evində heç mi uşaqlar yoxdur? Mən belə düşünürəm ki, kimdisə, yəni bizi tanıyan adamdır. Allaha həvalə edirik, belə deyim. Yəni videomuzun üstündən pis sözlər yazıb onu paylaşmışdı. Təbii ki bu paylaşım bizim ailəmizə heç bir zərər vurmadı. Çünki yoldaşım da mən də oradakı uşaqları öz uşaqlarımız kimi görürük. İstər böyük oğlan olsun orada, istər kiçik, fərq eləmir. Biz ora gediriksə oradakı bütün uşaqlar bizim üçün mələkdilər. Belə deyək də köməksiz bir mələkdilər. Biz də onlara bacardığımız qədər yardım edirik. Opşunda xəbərdarlıq gedib və o uşağa da tapşırıblar ki, bundan sonra mənlə o qədər çox yaxın olmasın. Görürsünüz də videolarda o uşaq mənə öpürdü, qucaqlayırdı, içdən eləyirdi də, yəni hər bir şey. Mən həqiqətən çox istəyirdim və mən o uşaqları ümumiyyətlə hamısını ayrı-ayrı, amma sırf o uşaqları vəbşə o, yəni seçmirəm, amma hamısı mənim üçün eynidir. Amma o ikisi böyükdülər deyə düşünürəm ki, yəni onlar balacalar misal üçün də pis şeylə demirəm, amma prosta balacalar zaten onların daha çox qorunmağa ehtiyacı var, amma böyüklər qanırdı ya. Yəni onlar belə daha belə birindən sevgi görəndə, istək görəndə, bağlananda başqa cür olurlar da. Yenə də hamısının sevgi ehtiyacı var bilirəm, amma o iki böyük oğlanlarımızın mənim onlara olan sevgim, onların mənə olan sevgisi tam ayrıydı da. Opşunda indi deyəcəyim xəbəri Tacir bilmir. İndi sizlərin yanında deyəcəm, o da indi eşidəcək. Çünki dediyim kimi işdən təzə gəldi deyə beynini yormaq istəmədim. Bunu da bölüşmək istəyirəm sizlə. Nəysə, uşaqlar evindən mənə xəbərdarlıq gəlmişdi ki, Gözəl xanım, o videonu bacardığınız qədər xahiş edirəm, sildirin. Mən də həmin səhifəyə müraciət elədim ki, səndən xahiş edirəm artıq dərəcədə mənim haqqımda, yoldaşım haqqında, ailəm haqqında nə istəyirsən paylaş. Amma yoldaşım haqqında paylaşım eləmədi. Çünki uşaqlar haqqında paylaşım eləmədi. Çünki o uşaqlara görə mənə uşaqlar evi yazdı ki, əgər bu paylaşım davam eləsə, siz bir də uşaqlar evinə gəlməyəcəksiniz. Və o uşaqların da gözü yolda da həmişə mənə gözləyirlər. Mən ora getməsəm həqiqətində pis olaram. Nəysə, sağ olsun deyirəm, yenə də sildi videonu. Bu məsələlərdən qalxdı, amma mən yenə uşaqlar evinə gedəndə həmin uşaq mənə qarşı məsafəli idi. Çünki o çıxan xəbər, yəni mundar insanın paylaşdığı şey o uşağa təsir eləmişdi. Bunun üstündən söhbət bağlandı. Mən bilirsiniz ki, dünənlərim yenə uşaqlar evinə getmişdim və orada Tural bizi çıxıb yola salıb. Qapının ağzından bir addımlıqda, yəni qapının ağzına maşını saxlamışıq. Onu da vloqa normal şəkildə qoymuşam da. Demişəm ki, orada bu qeyrətli balamız bizi həmişə qapının ağzından ötürür də. Bugün onu da söz eləyiblər. Amma onu o deyil də uşaqlar evi özü söz eləyib. Mən bugün yenə uşaqlar evindən zəng gəldi. Mənə bildirdi ki, bəs şeydir, o videonu silin.
uşaqlar evində olan videonu. Mən də dedim ki, boş düşmədim, niyə silim? Dedi, bəs bizi narahat eləyirlər ki, Tural sizi çıxıb yola salıb. Mən də başa saldım ki, Tural məndən evə gəlməyib də. Tural sadəcə olaraq qapıdan bizi yola salıb. Yəni Allah şahidi də, sizsiz videonu çəkmişik, paylaşmışıq. Nəysə, obşum, yenə mənə qırdılar, belə deyim. Daha doğrusu əslində mənə qırmırlar. Mən onsuz da qırılıram insan olaraq. Məncə bunu eləyənlər o uşaqların qəlbini qırır. Mənə dedilər ki, sizə görə bizə töhmət gəlir və biz dedi, məcburuq ki, yəni sözlərindən belə çıxdı ki, mən bir daha ora getməməliyəm. Ola bilər, mən ora getməyə bilərəm. Həqiqətən də bir yağı eşitəndə evdəydim, nənəm gəlirdim, tacir bilmədə. Bu şey mənə çox pis təsirlədi və bacardığım qədər bir-iki nəfər var, onlara yığılım, onlardan yardım istədim ki, mənə bununla bağlı mənə kömək eləsinlər də. Amma maalesef əllərindən gələn heç nə yoxdur. Obşumda, bu mərdimazarlığı kim eləyir, nəyə görə eləyir bilmirəm. Yenə də onları Allaha həvalə eləyirəm və o uşaqların gözü yolda qalıb həmişə məni gözləyəcəklər. Ora məndən savayı 1000 dənə də adam getsin. O uşaqlar hamısı məni gözləyəcəklər, hamısı mənim gəlməyimi istəyəcəklər. Və o uşaqların məni necə ki gözləyirlər, gözləri yolda qalacaq. Bu işdə əl olanların da həmişə gözü yolda qalsın. Həmişə gözləri yollarda qalsın, həmişə birilərini gözləsinlər. Ola bilər o uşaqlar evi olmasın, başqa bir uşaqlar evi olsun, gedə bilərəm. Amma sırf o uşaqlar evindəki uşaqlara qarşı mənim məhəbbətim başqaydı. Başqadır. Başqa idi, yox, başqadır. İstər Turalı, istər Salihi, istər kiçiklər, fərq eləmir, balacalı, böyülü. Amma yenə o uşağa görə, yəni sırf qapıdan çıxıb biz yola salıb deyə, yəni qısaca da olan sözündən belə çıxdı ki, yəni mən bir daha ora gedə bilməyəcəm. Yəni mənim ora getməyim onları narahat eləyir. Yenə də Allah canlarını sağ eləsin. Burada yəni uşaqlar evinin rəhbərinin heç bir günahı yoxdur. Bu işdə əli olan hər kimdirsə, kim mənim ora getməyimə mane olursa, kim mənə ora belə deyim də yoluma daş qoyursa, sırf uşaqlarla bağlı ya başqa işlərlə bağlı yox. Mən də həmin şəxsləri Allaha həvalə edirəm. İnşallah bir daha deyirəm, o uşaqların gözü həmişə yolda qalacaq, həmişə məni gözləyəcəklər, amma bilirəm ki, məni YouTube'dan izləyirlər. Onlara buradan demək istəyirəm ki, mən sizin yanınıza gəlməsəm də həmişə ürəyim sizlə olacaq. Bu, yəni ekran gözümdə olmur da, bir yaxdan eşitəndən həqiqətən pis olmuşdum. Həmişə ürəyim onlarla olacaq, həmişə də ola bilər böyüyərlər, oradan çıxarlar. Nə bilim, hansısa məndən əlaqəyə keçər, məndən danışar falan, fərq eləmir. Belə, İnşallah Allah kim bu işdə mane oldusa mənim ora getməyimdə bir daha deyirəm, Allah onlarla bilsin. Başqa uşaqlar evinə gedərəmmi? Gedərəm, qəlbim qırılmır. Çünki bütün uşaqlar mələkdir, amma çox güman ki, artıq ora gedə bilməyəcəm. İnşallah bunda Allah görür, Allah bilir. Öpürəm sizləri, bu məlumatı sizlər üçün verdim ki, yəni biləsiz, açıqlama olaraq. Ola bilər, həmin uşaqlar evi də baxar, rəhbərliyi də baxar, fərq eləmir də. Amma dediyim kimi, bugün onların danışığından mən elə anladım ki, yəni mənə dedilər ki, sənə görə, sizə görə, yəni mənə görə onlara ikinci dəfə də xəbərdarlıq gəlir və bu xəbərdarlıq üçün də bir daha mənə ora qoymayacaqlar. Yəni də birincidən daş qoyanın Allah inşallah kimliyindən asılı olmayaraq kimdirsə cəzasını verər. İkincidə də kim daş qoyub, eyni adamdırmı, eyni adam deyilmi, nədir, nəçidir bilmirəm. Mənə başqa söhbət dedilər. Yenə də Allah bilsin. Öpürəm sizləri, sağ olun, görüşərik, bay bay.